Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. News 24-az xəbər verir ki, bizim media açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib. Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr geçsin. Çünki insanların orta ömrü uzanıb, hazırda 65 və daha yuxarı yaş həddi əmək qabiliyyəti sayılır deyə deputat qeyd edib. Musa Quliyev bildirib ki, bəzi vətəndaş kateqoriyalar üçün güzəştli pensiya hüququ nəzərdə tutulur. Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiyaya çıxa bilirlər. Məsələn, 5 və daha çox uşağı olan analar, əlir uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır deyə o bildirib. Deputat onu da əlavə edib ki, gələcəkdə 3 və ya 4 uşağı olan qadınların da daha tez pensiyaya çıxmaq imkanları müzakirə edilə bilər. Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrdə bu hüquq tanınsın. Bu sosial siyasət kontekstində nəzərdən keçirilə bilər. Qadınlar və kişilər eyni yaşda pensiya çıxmaları məsələsinə də toxunan Musa Quliyev bu prosesin gender bərabərliyinə əsaslandığını bildirib. Qadınlarla kişilərin bərabər yaşda pensiyaya çıxma hüququ gender bərabərliyinə əsasən tənzimlənir. Sonda deputat bir daha vurğulayıb ki, yaxın gələcəkdə pensiya yaşının azaldılması nəzərdə tutulmur.